Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Sallallahu aleyhi ve ala alihi ve sahbihi ve selleme teslimen kethira emme ba'd. Abdullah ibn Abbas radiyallahu anhuma rivayet edir ki, Allah elçisi sallallahu aleyhi ve sellem belə dedi: Həlak edən şeylər üç qismdir. Üç şeydir. Birincisi, qulun öz nəfsi ilə öyünməsi, özünü bəyənməsi. İkincisi, itaat olunan xəsislik. Üçüncüsü isə nəfsi istəklərə tabi olmaq. Hədisi Bəzzar rivayət edib, hədis səhihdir. Digər rivayətdə Əbu Hüreyrə radiyallahu anh rivayət edir ki, Allah elçisi sallallahu aleyhi ve sellem belə dedi: Bir gün bir kişi yolla gedirdi. Giydiği paltarına göre özünü o kadar beğendi ki Allah subhanahu ve teala onu yerin dibine batırdı. Ve kıyamete kadar da batmakta devam edir. Bu hadisi de Müslim rivayet edilir. Diğer üçüncü hadiste ise Enes bin Malik rivayet edir ki Allah elçisi sallallahu aleyhi ve sellem belə dedi: Eğer siz günah etmeseydiniz, sizin için daha büyük bir şey için korkardım. O da özünü beğenmeydi, ucubdur. Bu hadisi de Beyhaqi Şöbel İman'da rivayet ediyor. Ona göre arkadaşlar, ucub, yani bir insanın özünü beğenmesi en pis xəstəliklərdən biridir. Məzəmmət olunan xislətlərdən biridir. Və qəlbin en büyük bəlalarından sayılır. Ucub. İnsanı həlak edir sahibini. İnsan özünü bəyənməklə, malıyla, puluyla və yaxud da geyimi ilə və yaxud da bədəni ilə və yaxud da hər hansı bir yerlə özünü bəyənməsi, hər hansı bir şeyin bəyənməsi onu həlak edən səbəblərdən sayılır. Ona görə də bu qəlb xəstəliklərindəndir və müsəlmana yaraşmayan sifətlərdən sayılır. Ona görə əgər bir insanda ucub, qəlbində ucub bərqərar olarsa, onu həlak eləyər. Mütləq. Özünü bəyənmək. Həşim ibn Urva rivayət edir ki, atası özündə, malında xoşuna gələcək bir şey gördüyü zaman Məşəallah lə quvvətə illə billəh deyərdi. Və yaxud da bir müsəlmanın başqa müsəlmanda xoşuna gələcək bir şey gördüyü zaman Allahümmə bərik, bərəkət duası oxumalıdır. Hətta ona göz dəyməsin. Ona görə insanın ucubdan qorunmaq üçün bəzi şeylər var ki, onlara etməlidir ki, ucubdan qorunsun. Yəni, nəfsini qorusun özünü bəyənməkdən, bir şey bəyənməkdən. Onlardan ən birincisi, insan daima özünü müqəssir bilməlidir, günahkar bilməlidir. Öz günahlarını unutmamalıdır, etdiyi günahlarını, xətalarını unutmamalıdır. Əgər belə edərsə, səbəb olan insan nəfsini üstün görməkdən qoruyar və nəfsini bəyənməz, özü ilə öyünməz. Necə ki, Allah Resulü buyurur ki, əgər siz günah etməsəydiniz, mən sizin üçün daha şiddətli, daha böyük bir bəla üçün qorxuram. Dedilər, nə dedi ki, o ucubdur, özünü bəyənməkdir. İkinci, insan daima üzərində olan nemətləri görəndə bilməlidir ki, bu Allahdandır. Yəni, sən hansı xeyirlərə nail olursansa, hansı xeyir əməllərə, xeyir işlərə, ruziyə, bərəkətə nail olursansa, bil ki, bu Allahın sənə etdiyi bir lütfüdür. Allahın lütfü sayəsində bunu əldə etmirsən. Və üçüncüsü, insan daima öz nəfsini müqəssir bilməlidir. Nə qədər itaətləri olsa da, nə qədər salih əməlləri olsa da, özünü yenə insan günahkar bilməlidir ki, o ucub, özünü bəyənmək onu məhv etməsin, həlak etməsin. Əbu Hüreyrə buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə dedi: Lən yunciyə əhədən minkum əməluhu. Sizlərdən heç bir insan əməli ilə necat tapmayacaq. Dedilər ki, ya Resulullah, hətta sən də? Dedi, bəli, hətta mən də. Lakin deyir, Allahın rəhməti ilə biz necat tapacaq. Yəni, heç bir insan əməli ilə cəhənnəmdən qurtula bilməz və cənnəti qazana bilməz. Çünki Allah Subhanahu wa ta'ala o qədər nemətləri var ki bizim üzerimizdə.
o qədər nemətlər bəxş edir ki bizə, bizim əməllərimiz yetmir ona, onun qarşılığını verməyə. Sadəcə insan Allahın rəhməti ilə qazanacaq cənnəti. O cəhətdən də insan daima nəfsini həmişə müqəssir bilməlidir, günahkar bilməlidir, öz günahlarını görməlidir, unutmamalıdır. Belə olduğu təqdirdə insan heç vaxtı öz nəfsinə öyünməz. Eləcə də Allah subhanahu wa ta'ala ona verdiyi o malı, mülkü, varlı devləti görəndə bilməlidir ki, onu Allah ta'ala ona verib. Və o öz ağlıyla əldə etməyib heç bir şeyi, heç bir şey gücünü əldə etməyib. Allahın bəxş etdiyi lütfdür. Ucub sahibini həlak edir. Niyə görə? Çünki insan öz nəfsini kamil görür. Və insan öz nəfsini müqəssir görərsə, heç vaxt ucuba düşməz. Özünü bəyənməyə düşməz. Amma insan özünü bəyənərsə, hər sahədə, hər şeydə özünü kamil görər. Və bu da onu həlak edir. Ona görə Abdullah ibn Masud buyurur ki, İthnətəni muhlikətəni. İki şey var ki, insanı həlak edir. Onlardan birincisi ucubdur, insanın özünü bəyənməsi. İkincisi də qunut. Yəni Allahın rəhmətindən ümidi üzməkdir. Bunu da bu əsərdə Əbu Nəim Hilyətül Əvliya kitabında zikr edib. Ona görə Allah subhanahu wa ta'ala hansı ki Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına gələn o ərəblər ki vardı, Allah Rasuluna minnət qoyurdular İslamı qəbul etdiklərinə görə. Allah subhanahu wa ta'ala onlara görə ayə indirir. Və buyurur ki, يَمُنُّونَ عَلَيْكَ أَنْ أَسْلَمُوا. Onlar sənə minnət qoyurlar İslamı qəbul etdiklərinə görə. قُلْ لَا تَمُنُّ عَلَيَّ إِسْلَمَكُمْ. Onlara de ki, İslamı qəbul etdiyinizə görə mənə minnət qoymayın. Əksinə, Allah sizə minnət qoysun ki, sizə hidayət verir. Ona görə insan İslamda salih əməlləri artırdıqca, salih əməllərə, xeyir əməllərə müvəffəq olduqca buna görə övünməməlidir. Bilməlidir ki, bunu ona müvəffəq edən Allah subhanahu wa ta'alədir. Eləcə də insan dünyalı işlərdə xeyirlərə çatırsa, bilsin ki, bu onun gücü və ilmi sayəsində deyil. Allah subhanahu wa ta'alənin müvəffəqiyyəti sayəsində əldə edir bunu. Ona görə ən böyük lütf sahibi Allah subhanahu wa ta'alədir. Ona görə faydalardan da sonda qeyd edeyim ki, ucub insanın qəlbində olur və qəlb xəstəliklərindən sayılır. Və insan heç vaxtı qəlbini bu qəlb xəstəliklərindən təmizləmədikcə zahiri əməlləri ona fayda verməyəcək. Allah subhanahu ta'ala buyurur ki, Quran-ı Kərimdə يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ. O gün insana nə malı, nə də evladı fayda verməyəcək. Yalnız səlim qəlblə, salamat qəlblə gələn fayda görəcək. Subhanakallahumma bihamdik, əşhadu an la ilahe illa ente, estağfiruka və etûbu ileyk.